Sürücülük vəsiqəm olmadan yarış maşını sürdüm. Fırlanan masada yemək yedik və ən əsası Çinə getdik. Necə? Lynk & Co ilə uğurlu əməkdaşlıqlarımızdan sonra bizi Çinə göndərməyə qərar verdilər. Ki, gedin marka ilə yaxından tanış olun. Gedəndə qatarla getdik. Hava yolunu deyirəm ha. Çinə daxil olarkən belə bir blank doldurmağınız mütləqdir. Bizi elə hava limanında qarşılayıb transferlə otelimizə apardılar. Çatan kimi bir dənə qonaqlıq, sonra getdik otağımıza. Otağımız çox sadə və gözəl idi. Həmçinin bizə hədiyyələr də qoymuşdular. Çində tualetlər elektron imiş, bilmirdim. Səhər durub yola düşdük yarış pistinə. Sürücülük vəsiqəsi olmayan mənə və bir qolu hərəkətsiz olan İlkaniyə bu maşınları etibar elədilər. Dedilər ki, sür qaqa, narahat olma. Qaz vermə deyənimiz olmadı. Elə dedilər ki, qazı bərk bas. Yarış pisti təcrübəmizdən sonra Lynk & Co-nun yeni modeli olan 10 EMP-nin təqdimatına qatıldıq. Maşının bu rənginə isə ürəyimiz getdi. Növbəti gün zavoda gedib ümumi proseslə tanış olduq. Baş mühəndis, CEO və digər əməkdaşlarla görüşüb bəzi suallar verdik. Son olaraq bizə fırlanan masada belə qəşəng bir qonaqlıq verdilər. Yemək yedirsən də belə yol üstü tutub yeməlisən. Yeməklər çox dadlı idi. Yəni Çində belə yeməkdən qorxanlar varsa qorxmasınlar, amma hər gördüyünüzdə yeməyin. Son gün göl gəzintisi planı var idi. Məndən başqa heç kim qatılmadı. 5 nəfər yığılıb məni tək gəzdirdi. Çin haqqında çox ön yarğılarım var idi, amma buranın təbiətinə və yeməklərinə aşiq oldum. Hətta Çində yaşamağı belə düşünürəm. Bu təcrübələri bizə yaşatdığı üçün Lynk & Co-ya təşəkkür edirik.